Salamın. Sağ ol. Yaş. Koordinatlar metodu. Deməli, koordinatlar metodunda, tərkibində bir çox xırda başlıqlar var. Onlar hansılardır? Onlardan biri iki nöqtə arasındakı məsafə. Bu rəng görünür mü orada? Bəli, bəli. İki nöqtə arasındakı məsafə. İki nöqtə arasındakı məsafə. Necə tapılacaq? Funksiyadan nöqtələr bilirsiniz də. Birinci həmişə nə qiymət yazılır? X, ikinci Y. Məsələn, tutaq ki, düsturu yazmamışdan qabaq birinci A-da 2 mənə nöqtə götürək. Məsələn, deyirəm ki, A-nın koordinatları, məsələn, tutaq ki, 5 ilə 8-dir, məsələn, B-nin koordinatları, məsələn, 1 ilə 3-dür. Deyək ki, A-B arasındakı məsafəni tap. Birinci gəlin bu absis ordinat üzərində baxaq. Görünmür? Görünmür? Videoda görünür, belə ekranda görünür. Benim bazı çekim çekmeyeceğim. Əgər yaxşı görürsünüzsə. Yaxşı. Deməli. Ağzına biraz görünür. Qulaq asındır. İndi X-i neçədir bunun? 5. Y-i 8. hansı rübə düşür? Birinci rübə düşür. İlk üçünə də bunun. X 5-dir, Y 8-dir də. Birinci rübdür da, belə. Nöqtəni belə göstərmirik biz. A nöqtəsi hardadır? Burada. Koordinatlar nədir? 5 ilə 8. İndi B-nin koordinatları nədir? X-i 1 deyib, buralarda qeyd edəcəm. Y nədir? Məsələn, bura olsun 3. B nöqtəsi də buranın kəsişməsindədir. Budur. Bu nə nöqtəsi oldu? B. Bizə nə istəyir? Onların məsafəsi. AB arasındakı məsafə. Bax, bunu istəyir. Bunu. Bunu tapmaq üçün burada bu düstursuz yoludur. Aydındır mı? Məsələn, burada bir üçbucağı yaradırıq. Burada bir üçbucağı yaradırıq. Bax, bununla bunu birləşdirirsən, hə? Burada necə üçbucağı yarandı? Üçbucağı, üçbucağı. Bu AB onun nə idi? Hipotenuzu. Bu nə idi? Bu da nə idi? Kadr. İndi buradan bura nə qədərdir? 4. Onda burada nə qədər olacaq? 4. Bəs buradan bura nə qədərdir ümumi? 8-dir. Buradan bura nə qədərdir? 5. 8 ilə 3-ün arası nə qədərdir? 5. Onda burada nə qədər olacaq? 5. Onda mən bura AB-nin kvadratı bərabərdir, hə? 5 kvadrat üstə 4. AB-nin kvadratı bərabər nəyə? Pifaqorda. Necə yeyəcəm? 4-ün kvadratı üstə gəl. 5-in kvadratı. AB kvadratı nəyə bərabər uşaqlar? 25 topla 16. O deyil 41. AB də nəyə bərabərdir? Köşkə 41-ə. İki nöqtə arasındakı məsafə budur. İndi biz AB məsafəsini tapmaq üçün nədən nəyi çıxdıq? X-ları bir-birindən çıxdıq, elə deyil. 5 nəyin qiymətidir? X-in. Hanı? 1-də nəyin qiymətidir? X-in. Sonra neynədir? Y-ləri bir-birindən çıxdıq. 8-dən 3 çıxdıq. Sonra nəyə yüksəltdik? Kvadrata da. Məsələn, 5-dən 1 çıxdıq, 4. 4-ün nəyə yazdıq bura? Kvadratı. 8-dən 3 çıxdıq, 5. 5-in nəyə yazdıq? Kvadratı. Deməli, buna X1 deyirik. Buna nə deyirik? Y1. Buna X2 deyirik. Buna Y2. Onda neyinirik? X1 AB məsafəsində bax. X1 və yaxud da X2-də fərq yox. X2 çıx X1-in kvadratı. Üstə gəl. Y2 çıx Y1-in kvadratı. Düstur. Təbii ki də, çünki AB kvadratını tapır axı. İndi düsturumuz belə formalaşacaq. AB bərabərdir. Və yaxud da AB kvadratı bərabərdir. Nədən nə çıxırıq? X2 çıx X1-in nəyi? Kvadratı. Üstə gəl. Y2 çıx Y1-in kvadratı. İndi bu da kvadrat olduğu üçün, onda yekunda AB bərabər nəyə? Kökün altında. X2 çıx X1-in nəyi? Kvadratı. Üstə gəl. Y2 çıx Y1-in kvadratı. Bu oldu bizim nəyimiz? Düsturumuz. Aydındır mı? Bu oldu düsturumuz. Bu. AB 2 nöqtə arasındakı məsafə düsturu oldu. Biz burada həm koordinat nöqtəçik tapdıq, həm də düsturun ortaya gəlməsini göstərdik. Bu belə. Bəli. Orta nədir? 2 nöqtə arasındakı məsafə bu. Bir də aşağı.
Parçanın orta nöqtəsinin koordinatlarını tapacaq. Nəni tapacaq? Orta nöqtənin koordinatlarını gün düşür. Deməli, Əvvəl ancaq yavaş. parçanın orta nə deməkdir? Bir şeyin ortası nədir? 0. Yarısı da. Yalancılar. Hə. Ortası yəni yarısı da tam ortasında. Yarı bölür yəni, değil mi? Şah görmür, nə tər əsəbləşməyim, görmür axşam. Niyə görmür? Firidin durur. Firidin tamam. Yaxşı, görmür indi. Bəli. Mən sizin başınızı pərdə almalıyım, oraya Yusuf var, başa görür. Pərdə ol. Qəşəbdən qara pərdə var. Gecə? Nə mənzərə? Firo bütün meydan görür orada. Yaxşı. Parçanın orta nöqtəsi. Məsələn yazırıq. A-nın koordinatı tutaq ki, A-nın koordinatı 8 ilə -4-dür. B-nin koordinatları da tutaq ki, 6 ilə məsələn 10-dur. İndi parçanın bir ucu A-dır uşaqlar. Bizdən parçadır. Bir ucu da B-dir. Deyək bunun orta nöqtəsinin koordinatlarını tapdı. Orta da bura oldusa, bura necə böləcək? Yarı. Məsələn olsun bir C nöqtəsi. İndi ortanı tapanda toplayıb nəyə böləcək? 2-yə. Bəli. 8-6 toplayıb 2-yə böləcək. Bəli. Məsələn C-nin x-ini tapmaq üçün buradakı x-ləri toplayıb 2-yə böləcəksən. Neçədir x-larımız? 8-dən 6 nə edəcəksən? 8 topla 6 böl 2. Bəs y tapan nə edəcək? Mən bu 4 nə? Toplayacağım onu, böləcəm nəyə? 2-yə. Bu nəyin koordinatları olacaq? Orta nöqtədir. Onda neçə il bu da? 14 bölü 2, 7. 6 bölü 2, 3. C'nin koordinatları nə oldu uşaqlar? 7 ilə 3. Rahat bir şeydir, değil mi? Çətin deyil. Onda bunu düstur şəklində formalaşdırsa o biz uşaqlar. A-nın koordinatı x 1, y1, B-nin koordinatı x2, y2 desək. Onda C AB'nin ortası olsa, AB'nin ortası olarsa, onda nə edəcək? C'nin koordinatı nə olacaq? x1 topla x2 böl nə? 2. Y-ni tapasın, y-ləri toplayıb 2-yə nə edəcək? Böləcək. Bu oldu nəyin düsturu? Orta nöqtənin tapılması düsturu. Anladınız mı? Belə. Bunu da burada yekunlaşdırdı. Aynı şeydən şapkalı işte orada. Deməli, yox. Dayanmadı. Bu oldu orta nöqtə. Bir də var. Deməli, simmetriya var. Onlar haqqında danışaq. Deməli, A XY nöqtəsi absis oxuna nəzərən. Absis oxuna nəzərən. Absisə nəzərən deyəndə nəyi dəyişirdi? X qalır, Y dəyişir. X qalır, Y dəyişir. Absisə nəzərən simmetrik deyəndə. Onda nə olacaq? A ştrix, nə yazacaq? X, Y nə olur? Mənfi Y də sistem dəyişir. Bəli, oldu mənfi Y. Niyə görə? Yaxşı, mən nümunəyə baxaq. Deyirəm ki, A nöqtəsinin koordinatları 5 ilə mənfi 2-dir. Hə, cavab. Absisə nəzərən simmetrik. Burada nə çəkirəm bir dənə? Absis oradan top çəkirəm. Bunun absisi nədir? 5. Koordinatı nədir? Mənfi 2. Nöqtə budur, elə deyil. A nöqtəsi budur. Bu ox nə oxudur? Absis oxu. İndi A absisə nəzərən simmetriya sara çıxacaq? Yuxarıya. Bu absisə nəzərən deyir da.
olsun aşıqlıq. Ona bu nəyi dəyişmir, görürsünüz? Nəyi dəyişmir? İkisi dəyişmir. Y necə olacaq? Müsbət 2, görürsən, necə dəyişdi? Y əksinə dəyişir. X isə olduğu kimi qalır. Hə, danışdıq, bəzi boşaldı. İndi apsa nəzərən simmetriyası deyəndə nə edirik? X neyini? Olduğu kimi qalır. Y necə dəyişir? Mənfi olur. Əksinə. Mənfidirsə müsbəti, müsbətsə mənfisi. Bir də A, X, Y nöqtəsi nəyə nəzərən? Ordinata. Ordinata demək əvəzinə O, Y-də deyə bilər. Başa düşdünüzmü? O, Y-ə nəzərən deyəndə onda nə edirik? A ştrix, mənfi X, bu da Y dəyişmir. Olacaq bu. Bu formada çevriləcək. Məsələn, deyirəm ki, A nöqtəsinin koordinatı, bax ki, mənfi 3 ilə 1-dir. Bunu qeyd edeyim burada. X neçədir? Mənfi 3, Y1. X neçədir? Mənfi 3. Harada qeyd edəcəm? Y nədir? Müsbət 1. A hansı rübdədir? İkinci rübdədir. O Y də budur da. Buna nəzərən simmetriyası hara gedəcək bunun? Sağa, eləmi? Nə dəyişmir? Y dəyişmir. Y qalır olduğu kimi. Amma X neçə olur? Müsbət 3. Müsbət 3. Anladınız mı? Bəli. Hə. Ona bunun simmetriyasını aşırıq. Müsbət Müsbət 3 ilə 1 bu şəkildə. Belə. Bir də başlayalım koordinat başlanğıcına nəzərən simmetriyası. Onda ikisi Koordinat başlanğıcı nə deməkdir? 0. Koordinat başlanğıcı 0, 0 deyil mi? Bəli. A, X, Y nöqtəsi koordinat başlanğıcına nəzərən yəni o 0, 0 da deyə bilər ha. Koordinat başlanğıcı əvəzinə. Onda niyə baş verirdi? Nə olurdu? İkisi də əksinə dəyişirdi. Mənfi X, mənfi Y. Aynen öyle. Bura bax, A ştrix, mənfi X, mənfi Y. Nə zaman belə edirik? Nə zaman ikisinin də əksinə dəyişəcəksən? Koordinat başlanğıcında yəni 0, 0. İkisinin də əksinə dəyişəcəksən. Yəni, məsələn, nümunə. Deyirəm A nöqtəsinin koordinatı 7, mənfi 2-dir. Deyirəm, o 0, 0-a nəzərən. Qeyd edirsən burada. 7 nəyin qiymətidir? X-in. 1, 2, 7 tutaq ki, bura olsun. Mənfi 2 nəyindir? Aşağıda olacaq mənfi 2. Hansı rübdə oldu? Hansı rübə düşdü? 4-ə. İndi bu hara getməlidir? Koordinat başlanğıcı bura daxı. 4-lər hara getməlidir? Hansı rübə? O tərəfə. İkinci rübə. Deməli, X-i 7 idisə nə olacaq? Mənfi 7. Mənfi 7. Y-i mənfi 2 idisə nə olacaq? Müsbət 2. Müsbət 2. Onda nöqtə hansı rübdə yerləşəcək? İkinci rübdə. Simmetriyası. Buna nəzərən. Bax, koordinat başlanğıcına nəzərən. Bəli. X əksinə dəyişir, Y də. İndi bir dənə qaldı burada uşaqlar. Nəyə nəzərən simmetriyası demişdik? A nöqtəsi, A, X, Y nöqtəsi. Bəli. A nöqtəsi X bərabərdir A düz xəttinə nəzərən. 2 vur X. Yox, 2 vur X yox. A. Bunları demişdik, oxşarlıq dərsinə eybi yox. İndi buna nəzərən simmetriyası deyəndə A ştrix 2 nəyə vuracaq? 2 vur A, X daxı, çıxacam X-i, Y-ə dəyməyəcək. Aydındır mı? Bəli. Qaydası bu. X bərabərdir, məsələn, bu A bir ədəddir da, hər hansı bir ədəd ola bilər. Məsələn, tutaq desək ki, A nöqtəsinin koordinatı mənfi 3 ilə mənfi 7-dir. Bu nöqtə X bərabərdir 3 düz xəttinə nəzərən.
2 vur 3 çıx Düz mənfi. xəttinə nəzərən desə, onu nə yazacağım? 2 vur 3 çıx A işləyir. 2 vur 3 çıx, mənfi 3. mənfi 3, Mənfi 7-də qalır. mənfi 7 qalır yer. Onu neçə olur A işləyimiz? 6 6 çıx mənfi 3. 9 9 ilə mənfi 7. mənfi 7. Bu qədər. Bir də var nəyə nəzərən? Y bərabərdir A yəni B. X bərabər A, Y bərabər bir dənə var, B. B'si var. Yəni A, X, Y nöqtəsi. Bu izahını da vermişdim, oxşardır. Daha bir də ora getmirəm. Bu nöqtə Y bərabərdir B düz xəttinə nəzərən desə, ona nə edir uşaqlar? Ha? 2 vur B. X qalır yerində, yenə X-ə toxunmursan. 2 vur B çıx, Y. Y. Sür. Şəkildə. Məsələn, tutaq ki, deyə bilər A nöqtəsinin koordinatları -4 ilə 6-dır. Deyə bilər ki, Y bərabərdir 8 düz xəttinə nəzərən. 2 vur. Onu necəsiz? Mənfi 4 qalır 2 vur 8. -4 qalır yerə 2 vur 8 çıx 6. 6. O da edir mənfi 4 10. O da neçə yer? Mənfi 4 10. -4 ilə 10. -4 10. Belə. Oxşarlıqlar 2 dənə şey qaldı. O da nə? Simmetriya daha doğrusu oxşarlıq nə? Məsələn A, X, Y nöqtəsi bir də deyə bilər ki, Y bərabər X düz xəttinə nəzərən. Burada ədəd olmayacaq. Elə Y bərabər X düz xəttidir. Yeri dəyişir. Düz xəttinə nəzərən deyil. Nə baş verirdi? Görsə oxuyanlar bilir. Düz xəttinə nəzərən desə, yerin dəyişirsə, olur A eşitdir nə? Y, X olur. A eşitdir Y, X. Y bərabər X düz xəttinə nəzərən simmetriyasını tap gəlində yerin dəyişirsən. Bir də bunun nə formasını verə bilər? Mənfi X olsa neyniyəsiz? Həm yerin dəyişirsiniz, həm də işarəsi. Yəni, məsələn, tutaq desək ki, A, X, Y nöqtəsi Y bərabərdir mənfi X düz xəttinə nəzərən desə, ona nə olacaq uşaqlar? A eşitdir mənfi Y, mənfi X. Həm yerin dəyişir, həm də işarəsini. Məsələn, deyə bilər ki, A nöqtəsinin koordinatları -5 ilə 7-dir. Deyə bilər Y bərabərdir mənfi X düz xəttinə nəzərən Həm yerində simmetriyası. işarəsi dəyişir. Düz Mənfi xəttinə 7, müsbət 5. nəzərən simmetriyası. Ona nə olacaq? Mənfi 7, müsbət 5. A eşitdir -7, müsbət 5. Görürsən, həm yerin dəyişir, həm işarələrin. Müsbət 7 idi oldu -7, -5 idi oldu müsbət 5. Bu şəkildə. Simmetriya haqqında bu qədər. İndi keçirik burada. Çevrənin tənliyi. Çevrənin tənliyi. Çevrənin tənliyi. Gəlir bura. Mərkəzi M AB-də olan mərkəzin nələrdir bunlar? Koordinatlarıdır. Mərkəzin X-i nədir? Y-i nədir? B. B. Mərkəzin X-i A-dır, Y-i B-dir. Mərkəzi AB olan və hər hansı X-Y nöqtəsindən keçən çevrənin tənliyi. Çevrənin tənliyi. İndi bura baxırsan. Gəlin biz bir dənə çevrə çəkək. Çevrənin deməli mərkəzinin koordinatları. Burada bir dənə tutaq ki, çevrəmiz olsun bu. Mərkəz olsun burası, eləmi? Bura çevrəmizin nə olsun uşaqlar? Mərkəzi. Bura baxın. Mərkəzinin koordinatlarını nə yazıram? A, B. A ilə B. A nədir? X.
X-dir. B nədir? Y-dir. Bax bu. Bu mərkəzinin koordinatlarıdır. İndi çevrənin də deyir, X-Y nöqtəsindən keçən nə deməli? Çevrənin üstündə bir dənə var. X-Y nöqtəsi var. Məsələn, deyirəm, bura, bu nöqtədən keçsin tutaq çevrə. X elə nədir? X deyirəm. Y-nə də nə deyirəm? Y deyirəm. İndi bu çevrənin burada tənliyi necə alınır? Yenə Pifagorla. Bayaq iki nöqtə arasındakı məsafə tapdıq. Elə oradan alınır da çevrənin tənliyi. Görürsünüz, bu çevrənin nə idi? Mərkəzi bu nə idi? Keçdiyi bir nöqtə. Çevrənin keçdiyi bir nöqtədir. Bu da mərkəzin koordinatları. İndi burada bu bir dənə nə quracaq? Pifagor. Üçbucaq. Bəli. Üçbucaq qurur. Bax. İndi bununla bunu nə edirəm? Birləşdirirəm. Bununla da buranı. Burada nə yaranır bir dənə? Düzbucaq. Hipotenuz nədir? Hipotenuz çevrənin nə idi? Radiusu. Radiusu da. Bura mərkəzdir. Bura çevrənin kənarı. Bu çevrə nədir uşaqlar? Radiusu. Radiusu. Bir katet AX sonrası Y. Necə? X kısmı kvadratı. İndi bu katetin X çıxar. bu katetin tapasını eləməliyik. X çıxar. X-dan nə çıxmalıyıq? Ha, bura nə olur? X çıx A. Bu kat. Bu katet nə olur? Y çıxır. Y-dən B-ni çıxmalıyam ki, bura qalsın da. Burada nə olur? Y çıx B. Onda Pifagor tətbiq eləsək. Katetin kvadratı, yəni nə? X çıx A-nın kvadratı üstə gəlsin. Y çıx B-nin kvadratı bərabər nəyə? L kvadrat. Şurada bildiyimiz çevrənin tənliyi budur. Başa düşdünüz? Bəli. Bəli. Buradakı AB həmişə nədir? X, Y. Mərkəzinin X ilə Y, A ilə B. X, Y isə çevrənin keçdiyi hər hansı bir nöqtədir, fərqi yoxdur. Çevrənin istənilən bir yerin üzərində ola bilər. Nə oldu bu? Çevrənin tənliyi. Çevrənin tənliyi. Oldu bu. İndi əgər çevrənin mərkəzi koordinat başlanğıcında olarsa, o günkü sınavda var idi. Bayaq işlədik. Mərkəz harda olarsa, nə deməlidir? Bəli. Burada X-in kvadratı. Mərkəzi koordinat başlanğıcında olarsa, A-mız nə olacaq? X. A-mız 0, B-miz də 0. Çünki mərkəz hardadır? Koordinat başlanğıcında. Onda nə olacaq? X çıx 0-ın kvadratı üstə gəl. Y çıx 0-ın kvadratı bərabər nəyə? Radiusun kvadratına da. Onda burada nə qalır? X'in kvadratı üstə. Elə x-in kvadratı üstə gəl. Y-in kvadratı bərabər nəyə? Y-in kvadratı. Belə bir düstur gördüksə, deməli bu mərkəz harda yerləşir? Koordinat başlanğıcında yerləşir ki, bunlar 0 olub. Deməli qalıb da AB yox olub da x kvadratı, y kvadratı olaraq qalır. Bəli. Az sonra da telefonla. Zaten bakmadım. Deməli. Baxmadı. Deyəcəkdir. Çevrə apsis oxuna toxunarsa, X-ə. deməli. Çevrə apsis oxuna nə edərsə, toxunarsa, bax. Bax, bir dənə çevrə çəkirəm. Dedim, nəyə toxunarsa? Apsis ox olsun bu. Amma ordinata toxunmur da. Ordinat olsun bu. Y oxu. Bu da X oxu. Bu olsun mərkəz. Hə, uşaqlar? Buradan bura bunun nəyi sayılır? Radiusu. Həm də mərkəzinin nəyi sayılır o? Buradan bura məsafə. Mərkəzinin koordinatı bura Y-dir. Bura nədir? Daha doğrusu A deyək də. Mərkəzinin koordinatları nə deyirdi? AB. A-la, X-nə A deyirdi, Y-nə deyirdi? B. Bu nə idi bunun? Radiusu. Radius nəyə bərabərdir burada? 90 da uzaq. Radius nəyə bərabərdir? A-ya yoxsa B-yə? Ora baxmayın, bura bax. Aya. Yox.
A buradan buradır. Bu nətər radius olsun? Buradan bura radius deyə bilərsən. Radius nəyə bərabər? B ya da B buradan buradır. Bu da radiusdur. Necədirlər bir-birinə? Bərabər. Deməli B bərabərlə nəyə? Yerə. Nə zaman? Apsisə toxunanda. Çevrə apsisə toxunursa elə onun radiusu mərkəzi nəyinə bərabərdir? B-sinə bərabər olmuş olur. Bəs görək ordinatdan toxunsa nə olacaq? Ordinatdan toxunsa. Deməli, çevrə, əlbəttə, əslində var. Çevrə, ordinata toxunarsa, şimdi qulaq as, çevrənin çəkili bu da nəyə toxunacaq? Ordinatı buradan çəkək toxunduraq ki, o olsun nə? Ordinat toxu, apsisə isə toxunmur. O olsun apsis toxu, bu da olsun ordinat toxu. Sənə dayanır. İndi bu da olsun mərkəzi. Mərkəzin bu nə idi? A-sı. Bu nə idi? B-si. İndi radius nəyə bərabərdir? Kim deyər? Radius A-ya bərabərdir. Buradan bura radiusdur, buradan da bura nəyə qiymətidir? Mərkəzin x-i, yəni A-sı. Onda deyəcəksən ki, R nəyə bərabərdir? A-ya. R bərabərdir elə A-ya. İndi hər ikisinə toxuna bilər. Həm apsis, həm də ordinata. Ayrı-ayrı baxdıq. Deməli, çevrə, apsis və ordinata toxunarsa. İndi çevrəni çəkirik. Mini çevrə. İkisi nəyə toxunur? Toxunmaz. Hə, indi ikisi nəyə toxundu? Baxın, həm apsis, həm ordinata. Buradan bura. Nə idi bunun? A-sı. Buna nə idi? B-si. Bu da R-dir. Bu da R-dir. R nəyə bərabərdir? R nəyə bərabərdir? A-B-yə. A-ya həm də B-yə. Onda bu üçü də bərabərdir. Radius həm mərkəzin x-inə, həm də y-inə üçü də bərabər olur. Nə zaman? Apsisə və ordinata toxunarsa. İkisi toxunanda elə radius elə o mərkəzinin həm x-inə, radius həm də mərkəzinin y-inə bərabər olmuş olur. Burada dayanırıq, amma davamı var da bitməyir. Yaxşı mı? Nuray oradan dayandırsın videomuzu.